Özüm ölüm, servisimiz səlqəldə ola bilər. Tezdən axşama qədər gözləyə də bilərsiniz. Amma ki, bax bu cür tapılmayan problemin tək çarəsi bilirsiniz arada. Demirəm məndə də çox adam da ola bilər. Amma bu gün tapılmayan bir problemi tapmışıq. Bax bu boyda cəmaatın yanında səs gedirəm. Zəhmət olmasın götür. Bax bu maşını o qardaş götür. Bax tezdən axşama qədər and olsun Allah saat 10-dan burada. Saat 11-də hələ getməyibdi. Niyə? Çünki avtomobilin düzəlməyini gözləyir. Biz səliqəyə, servisin gözəlliyinə önəm verə bilmirik. Amma o barədə vaxtımız yoxdur. Amma bugünkü günü gəlin bir dənə qlobal olan bir problemi göstərin. Bu tür problemləri adətən olanda ustalar deyir, qoy get bir həftədən sonra gələrsən, nə bilim 500-600 manat məbləğində ödəniş edərsən. Amma problem bəlkə də 5 dəqiqəmizi çəmirəm axtarmaq lazımdır. Yaxından çəmirsə olmasa. Deməli problem nədir? Chevrolet Malibu modelidir. Bir dənə qabağında olanı götür. Yalan nə deyim? 2 gündür bu maşının üstündə işləyirik. Yəni adamın üstündə Allah var da. İndi deməyim ki 5 dəqiqəyə tapdıq, amma tapmışıq. 2 gündə qala bilər, 5 gündə qala bilər. Söhbət kodlanmayan avtomobilin kodlanmasından gedir. Avtomobili kodlayırıq. Bir dənə zəhmət olmasa problemi görsə. Abdullah otur kodda bunu. Avtomobili kodlayırıq. Maşın düzəldi sənin. Bir nə var? Baba görsün svetsa, pasuka nə vəziyyətdə qanyat vurur. Avtomobildə problem nə idi? Problem, əlimdə yanacaq oldu. Bir dənə zəhmət olmaya fəsli verdim mən. Avtomobildə problem farsukaya komanda gəlir. Avtomobilin kompresiyası tam yerində. Mühərrik yığılandan sonra qardaş bagajı möhkəm vurub və ondan sonra avtomobil kodlanmayıbdır. Ben 2 gündür ki başqa ustalar demir, amma şəxsən mən özüm 2 gündür ki bu avtomobilin üzərində işləyirəm ki bu problemi tapmaq üçün. Rasbirval dəyişirilib, beyin dəyişirilib, babin dəyişirilib, farsunka dəyişirilib. Bilirsiniz ki hər bir detal var, əlimə nə keçib hamısını dəyişmişəm. Amma problem bir dənə getir ya. Ben size vermem, size kimi. Bak, əslində bunda deyim ki, yəni deyir xəsis 2 dəfə xərcət düşər, tənbəl 2 dəfə əziyyət çəkər. Bu da nəyə görədir? Bax, bagajda bu qədər veş var idi. Vallahi bunu çıxartmağa ərinirdim, ona görə baxmırdım. Amma şeytan ayağını qırdım, sən bunu çıxartdın. Bax, bu hissədə avtomobilin bax bloku var. Bax, bu gördüyünüz benzin nasosun bloku. Bax, bu benzin nasosun bloku yerindən oynadığına görə, ona görə də avtomobil kodlanmırdı. Və burada baxın tuz sudur. Benzin nasosun bakına komanda hardan gəlir? Əlbəttə ki bu nahiyədən gəlir. İndi buranı tam izah edə bilmirəm. Mən elektrik deyiləm. Mən sadəcə olaraq sahəm motor süzürədir. Amma valla bəzi elektrikləri yıxıb sürüyərəm. İndi ona görə bəzi ustalar orada məndən çepib tutacaq. Amma ki konkret olaraq burada olan blok çıxdığı üçün avtomobil kodlanmırdı. Bu gün nə oldu? Saat artıq 11-12 radələridir. Biz bu avtomobili kodlamışıq. Bu avtomobil təhvil veriləcək. Görə indi başqa kim həyatından bezib gəlsin, salsın, içəri onu da həyatına qaytaraq. Bundan da problem aradan qalsın. Oradan da bir dənə prodüserimiz var, onu da çək.